Quranda imtahan sözü 4 dəfə işlənib. Yəni 4 dənə ayə var imtahan haqqında ki, biz sizi imtahan üçün yaratdıq. Dördünün də baxın, bir dəfə yoxdur ki, görək kim yaxşı olacaq, kim pis. İmtahan eləyə görə kim yaxşı olacaq, kim pis. Görək kim cənnətə gedəcək, kim cəhənnəmə. Allah ölüm və həyatı yaratdı, imtahan eləsin, görsün, hansınız daha yaxşı əməl sahibisiz. Daha yaxşı əməl. Qanunuzu cəhənnəmlə qaraltmayın. Hər dəfə siz stres içində cəhənnəmlə cənnət arasında seçim eləməyə məhkum deyilsiniz. Cəhənnəm qorxusu da əgər varsa başqa şeydir. Bu barədə keçmişdə danışmış. Siz seçiminiz cənnət arasındadır, cənnətin dərəcələri. Cəhənnəmin adı gələndə deyirsiniz ki, adam da ora gedər. Oradan çox uzaqlaşın siz. Siz cənnətlə cəhənnəmin sərhəddində dayanmayın. O boyda Allah imtahan eləmir ki, görün məsələn, deyirəm də süfrəyə gələsən, indi bura qonaq gəlmişik, gətirib qoyarlar. Zəhər içirsən, ya şərbət. Deyərlər, mənə ələ salmısan, bu nə sualda adamlar. Allah belə imtahan eləməz ki, zəhər içirsən, ya şərbət. Allah deyir, şərbətlər növbə-növdür. Hansını seçirsən? Hansını istəyirsən? Sən gedib zəhər düzəldib yiyirsənsə, Allah ona neynəsin? Allahın Quranda ayəsi bu məzmundadır, bu mənadadır. Cəhənnəmə getməsən bəsimdir, bu təvazökarlıq deyil. Üzr istəyirəm, bu nadanlıqdır. O cəhənnəmə ağıldan kəm adamlar da getməyəcək. Südəmər uşaqlar da getməyəcək. O cəhənnəmə getməmək hünər deyil. Bu bəsimdir deməyin, heç zaman bu sözü deməyin.